Hökumət mediasının saçdığı bir şad xəbər başlığı məni təəccübləndirmədi. Ona görə təəccübləndirmədi ki, dərhal xəbərin özünü oxudum. Xəbərdə deyilən şad xəbərin nədən ibarət olduğunu bildim. Sən demə, bu ay pensiyalar çox yubadılmayacaq, aşağı yuxarı bircə həftə yubanma ilə olsa da hamıya veriləcək. Bu, dövlətin əhalinin müəyyən qrupu ilə oynamasıdır, rəqs etməsidir, amma bu sənə də bundan ibarət olsun ki, dövlət çapan çalacaq, pensiyaçılar da bankomatların həndəvərində dövrə vurub rəqs edəcəklər. Pensiyaların vaxtında yaxud bir həftə 10 gün yubadılma şərti ilə veriləcəyinin şad xəbər kimi rəsmi ritorikanın bulaşdırdığı bir ölkədə yaşayır Azərbaycan sakinləri. İlk növbədə onu demək istəyirəm ki, pensiyaların gecikdirildiyi hər gün Əliyevin ailə bankı olan Kapital Banka milyonlar qazandırır. Bunu mütləq yadınıza saxlayın və hesab etməyin ki, Azərbaycan təqaüdçilərinin də pulunu verə bilməyəcək qədər yaman günə düşüb hökumət, Azərbaycan hökuməti yəni. O təqaüdləri saatına qədər dəqiq vaxtında köçürə bilərlər, amma köçürmürlər və bu sadəcə məzələnmək deyil, kommersiyadır. İnsanların çörək puluyla, dərman puluyla özünə kommersiya planı yürütməkdir. Amma ümumiyyətlə götürəndə Azərbaycan iqtisadiyyatı sıfır durumunda stasionarlaşıb, stasionar müalicəyə ehtiyacı var. Çünki baş nazir də oğrudur, prezident də oğrudur, prezidentin birinci müavini də oğru kimi bir nəsnədir. Yəni daha artığıdır. Təsəvvür edirsiniz, baş nazirin korrupsiya sxemi rəsmi mətbuatda veyillənir, amma baş nazir də gedib iqtisadi müşavirələr keçirir ki, daha hardan və necə çırpışdırmaq olar ki, növbəti sxemləri gizlətmək mümkün olsun. Bərbaşdan da bəyan edim ki, Azərbaycan iqtisadiyyatı daha düzəlməyəcək. Lap neftin qiyməti 200 dolları keçsə də düzəlməyəcək. Aza qani olan əhali zümrəsi yaradıldığına görə də yox, sadəcə olaraq iqtisadiyyata nəzarət edənlərin anlayışlarının daşlaşmasına görə. Onlar iqtisadiyyatı öz ailələrinin mal varlığı kimi anlayırlar. Bu mal varlığı artırsa deməli iqtisadi durum yaxşıdır, əladır, müsibətdir.